Salam dəyərli dostlar, Telegram kanalında paylaşdığımız sual izah ilə sizi tanış edirəm. Sual İmadəddin Nəsimin Sığmazam şeirinə aiddir. Sığmazam şeirində fikirlərdən biri doğru və yanlış olma baxımından digərlərindən fərqlənir. Şeirdə insanın əzəli mənşəyinin ilahi zatla bağlı olduğunu, kövn-i məkandakı hər şeyin onun əlamətinin təsdiqinə xidmət etdiyi israr olunur. A variantı doğrudur. Orada deyir ki, kövn-i məkandır ayətim, zəttüdür bidayəti. İnsanın da xaric kimi konkret nişana sığmadığı, bu nişanla bil, nişanını verir orada. Varlıq və yer onun nişanı olduğunu ifadə edir, amma bu nişanla bil, bu nişana sığmadım deyir və bütün beytlərdə zəngin qafiyə rast gəlinir. Yəni, bütün beytlərin ikinci misrası bu mənanı ifadə edir ki, burada bütün beytlərdə ikinci misra birinci beytin iki misrası ilə zəngin qafiyə təşkil edəcək. Yəni, həm qafiyə olacaqdır, zənginlik təşkil edəcək. Bu fikir də doğrudur. İnsanın zənn və gümana tanımaq olmaz fikri ifadə olunur. Bu doğrudur. Bu şeirdə Nəsimi bütün varlıqların ali mərtəbəyə layiq olduğu fikrini ifadə edir. Bu hissəyə qədər doğru, bu hissədən sonra isə yanlışdır. Burada bütün varlıqlardan söhbət getmir. Varlıq deyəndə orada heyvan da, bitki də hamısı nəzərdə tutulur. Amma Nəsimi insanların ali mərtəbəyə layiq olduğu fikrini ifadə edir. Deməli, C variantı yanlışdır. Şairin inamına görə bütün kosmik cisimlər, günəş və ay insanın özüdür. D variantı doğru cavabdır. Orada şəms mənəm, qəmər mənəm, şəhdilə həm şəkər mənəm və yaxud da zərrə mənəm, günəş mənəm. Orada ən kiçik zərrədən günəşin ən kiçik zərrəsindən günəşə qədər bütün hər şeyin insan olduğu ifadə olunur. İnsanın da xaliq kimi konkret nişana sığmadığı ifadə olunan əsərdə ol əmrində insanlardan kənarda olmadığı hökm şəklində göstərilir. Orada ifadə olunub ki, deməli, əşlə fərşi kafi nun məndə bulundu cümlə üçün. E variantı ona görə doğrudur. Fikirlərdən hamısı doğru. C variantı yanlış olduğu üçün testin doğru cavabı C.